mənzərədə dayanmışıq ki, həqiqətən bu mənzərəyə heyran olmamaq mümkün deyil. Demək olar ki, bütün kəndi görürük. Bura Lerikin Piran kəndidir. Təsərrüfatımızın adı bal süfrəsi təsərrüfatıdır. Bura isə təsərrüfatın qonaqlama evidir. Qonaqlama evi gedir, düz deyirəm Yusif bəy. İstəyirəm elə Yusif bəy, təsərrüfat sahibi daha detallı məlumat versin bizə. Buyurun Yusif bəy, xoş gördüm sizi. Xoş gəldiniz. Bura əsasən yay ayında fəaliyyət göstərir. Yəni burada xarici və yerli qonaqlar gəlib istirahət edə bilir. Yəni burada həyətimizdə meyvə ağacları var. Gəlib yəni buradan meyvələrdən dada bilərlər. Yəni sonra bizdə bisetka var. Yəni gəlib bal süfrəmizə qonaq ola bilərlər. Bəs ev necə? Ümumiyyətlə neçə ailə qarşılaya bilirsiniz? Evə də maksimum 10 nəfər daxil ola bilər. Həyətində də oturacaq var. Gecə də yəni sərin olur. Bu cür. Bir də təsərrüfatda başqa, məsələn, bal evi var, səhv eləmirəmsə, besetka var. İstəyirsiniz elə daha detallı gedib görək, orada da danışaq. Tamam, getdim. Tamam. Maraqlı bir meyvə var. Bu, belə baxanda elə bilirsiniz ki, zoğaldır, amma bu zoğal deyil. Bu qırmızı alçadır. Həqiqətən də 2 dəfədir qırmızı alça yeyirəm. Bu böyüyəndə gavalı olur, ya necə? Böyük belə yəni qırmızı alça. Bildiyiniz qırmızı alça. Yəni gələn qonaqlar, turistlər həmçinin həyətdə, bağda gəzib belə bu meyvələrdən də dada bilir, düzdür? Bəli, bəli. Bəs məsələn özləri yığmaq istəsə imkan yaradırsınız? Bəli, bəli. Gələn yəni istifadə edə bilərdilər. Uçsuz bucaqsız bir bağdır. Xeyli mərazisi var da. Təsərrüfatımızın bu yellənçə hissəsidir. Maraqlı belə yellənə bilərsiniz. Gələn qonaqlar üçün, uşaqlar üçün qəşəng də kölgəlidir. Yusuf bəy, bəs başqa gələcəkdə nələr planlayırsınız təsərrüfatda? Gələcəkdə həyətimizdə hovuz düzəltməyi fikirləşirik. Uşaqlar üçün əyləncə yeri, yəni yelləncə, sürüşkən falan nəzərdə tutun. Bəli. Bunları fikirləşirik. İndi siz istəyirsiniz gedək, bir də bal evi hissəsi var. O tərəflərdə gedə görək nələr var. Bura bizim bal evimizdir. Yəni bura gələn qonaqlarımız, bal almağa gələn müştərilər, yəni burada gəlib onları bal süfrəsinə qonaq edirik. Böyükdür amma 2 mərtəbəlidir, düzdür? İndi içinə keçib baxarıq. Yəni ikinci mərtəbəsində oturmağa yeri var. Yəni burada bizim bisetkamızdır. Yayda burada oturub dincələ bilərlər. Bu bizim layihə çərçivəsində dəstək göstərdiyimiz bisetkadır, düzdür? Bəli, bəli. Genişdir, böyükdür. Burada da qonaqlar öz istirahətlərini eləyə bilərlər rahat şəkildə. İstəyirsiniz elə içəri keçək baxaq? Buyurun, keçin. Burada bizim bisetkamızdır. Gələn qonaqlar tam yəni burada gəlib oturub istirahət edə bilər. Bal süfrəsinə, bal, çay, yəni bu cür istirahət edə bilərlər. Bir də gələcəkdə lavanda gülü əkəcəyik. Gələn qonaqlar orada şəkil çəkə bilərlər. Yəni belə böyük bir ərazi kimi eləyəcəksiniz. Bağlama bu tərəfində. Bir də ki, vurğulamaq istəyirəm ki, şəhərdən kəndə layihəsi bizə dəstək göstərdiyinə görə ATT-yə təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Siz sağ olun. Həqiqətən çox xoş oldu. Təsərrüfatınızı da çox bəyəndim. Yəni doğrudan da şəhərdən kəndə gəlib burada istədiyiniz kimi dincələ bilərsiniz. Ruhunuz dincələcək. Elə əlimdə də qəşəng Lənkəran çayı var. Təsərrüfatda həm də özlərinin yetişdirdikləri, özlərinin zəhmətlə hazırladıkları arılarının balları var. Onunla da qəşəng çay içə bilərsiniz. Odur ki, nə edirsiniz? Həm bizi izləmədə qalırsınız, digər təsərrüfatlarımız üçün, həm də hər birinizi bu təsərrüfatımıza gözləyirik. Bizdən isə bugünlük bu qədər. Növbəti görüşlərə dək. Hələlik.